Neleqal 2025 əməliyyatı nəticəsində Rusiyadan 4000-dən çox miqrantın deportasiyası gözlənilir. Belə ki, Moskva vilayətində keçirilən Neleqal 2025 adlı operativ profilaktik əməliyyatın nəticələrinə əsasən Rusiyadan 4000-dən çox əcnəbi vətəndaş deportasiya ediləcək. Bu barədə məlumatı region üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi yayıb. Məlumata görə məhkəmə orqanları tərəfindən 4000-dən çox xarici vətəndaşın Rusiya Federasiyası ərazisindən inzibati qaydada çıxarılması barədə qərar qəbul olunub. Əməliyyatın 2 mərhələsi çərçivəsində polis orqanları miqrasiya sahəsində 15,7 min inzibati hüquq pozma faktı aşkarlıb. Onlardan 10.000-dən çoxu Rusiyada qalma qaydalarının pozulması, 2.000-dən çoxu isə qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı olub. Bundan əlavə əcnəbiləri qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb edən işə götürənlər barəsində 1,6 mindən çox inzibati protokol tərtib edilib. Əməliyyat çərçivəsində ümumilikdə 748 cinayət işi başlanılıb, onlardan 430-u saxta qeydiyyata alma, 235-i isə miqrasiya sənədlərinin saxtalaşdırılması ilə bağlıdır. Həmçinin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar 29, digər cinayətlər üzrə isə 24 iş açılıb. Neleqal 2025 əməliyyatının birinci mərhələsi 16-25 iyun, ikinci mərhələsi isə 13-22 oktyabr tarixlərində keçirilib. Ekspertlər bildirirlər ki, Neleqal 2025 əməliyyatı çərçivəsində gücləndirilmiş miqrasiya nəzarəti Rusiyada işləyən və ya müvəqqəti yaşayan azərbaycanlılara da təsir göstərə bilər. Bu, əsasən miqrasiya qeydiyyatı və əmək qanunvericiliyinin tələblərini pozan şəxslərə aiddir. Mütəxəssislər Azərbaycan vətəndaşlarına qeydiyyat müddətlərinə diqqət etməyi, bütün lazımi sənədləri üzərlərində saxlamağı və əmək münasibətlərini rəsmi şəkildə rəsmiləşdirməyi tövsiyə edirlər. Qanunvericiliyin tələblərinə riayət olunması cərimə, deportasiya və digər xoşagəlməz nəticələrin qarşısını almağa kömək edəcək.